Salam, hər vaxtınız xeyir olsun, hörmətli, dəyərli Şahmar Salman YouTube kanalının hörmətli, dəyərli izləyiciləri. Xoş gördük hər birinizi. Əziz, dəyərli, hörmətli izləyicilər, bu paylaşımı bəyənin, hər bir şəxs görsün. Məşhur TikToker, Mələk ləqəbli Hürü Hüseynova həbs edildi. Deməli, TikTok canlı yayımında əxlaqsızlığı təbliğ etmək və etikadan kənar sözlərinə görə, belə deyək, bir sözlə ki, tərbiyəsiz sözlər işlətdiyinə görə Ağdaş Polis İdarəsi tərəfindən həbs edilib və məhkəmə olub 10 sutkalıq həbs cəzası verilibdir. Əzizlərim, hörmətli, dəyərli izləyicilər, bu TikTokerlərə necə baxırsınız? Necə izləyirsiniz? Bu əxlaqsızlığı təbliğ edən, ondan sonra hələ danışırlar ki, sinələri açıq, belə nəlim nə, belə durub oynayırlar, neynirlər, nəlim mən belə deyək də baldırları çöldə olur, belə söz deyək. Ki bu, vallah, belə biabırçılıqdır, Allah hamd olsun. Gəlin, əzizlərim, YouTube canlı yayımlarına, mədəni, mərfətli, qanacaqlı, etikadan kənar, belə nətər deyək də, mərfətli, qanacaqlı, gözəl söhbətlər olur. Gəlin YouTube canlı yayımlarına, gəlin gözəl söhbətlər eləyin. O TikTokda tərbiyəsizlik eləyirlər. Gəlin YouTube canlı yayımlarına, YouTube Shorts canlı yayımlarına gəlin. Gəlin orada gözəl müzakirələr eləyək, gözəl söhbətlər eləyək, şirin-şirin, maraqlı söhbətlərimiz olsun. Var olun, yaşasın Azərbaycan hüquq mühafizə orqanları ki, həqiqətən də bax bu əxlaqsızlığı təbliğ eləyənləri həbs edirlər, cəzalandırırlar. Məndən olsa canım, o 10 sutka yatıb çıxırlar, təzədən yenə elə həmən əxlaqsızlığı eləyəcəklər, əxlaqsızlığı təbliğ eləyəcəklər. Məndən olsa onlara belə deyək də 10.000 dollar, 50.000 dollar, nəlim 100.000 dollar, öz də dollarla, evroyla ki, onları belə cərmələyib qoy elə ömür boyu cərmə ödəsinlər. Ay, pis-pis təbliğ, pis-pis sözlər eşitməkdən adam yorulub. Mən sözün açığı TikToka elə çox girmirəm, qulaq asmıram. Bir də bir şey deyim ki, əzizlərim, gözəl hüquq mühafizə orqanları, polislərimiz, DTX-mız, belə deyək də, Allah sizləri qorusun. Sizlərə bir şey də deyim ki, bu gəlib canlı yayımlarda o pis-pis mesaj yazanlar var, ha, mesaj yazanlar, tərbiyəsiz mesaj yazanlar var. Onlar da nə olar ki, cəzalandırasınız, xahiş edirəm. Bu inspektorlarımız var da, belə deyək də, inspektorlar elə onları axtarıb tapsınlar, qəşəng bildirsinlər, belə deyək də, nətər deyək bu, məhkəmələrə versinlər, qəşəng onlar da cəzalansın bir sözlə ki. Pis-pis, tərbiyəsiz mesajlar yazırlar, nəlim belə bir sözlə ki, o tərbiyəsiz mesaj yazanları da belə deyək də kənarlaşdırağın bu efirlərdən. Var olsun, yaşasın Azərbaycanımız, eşq olsun Azərbaycanımıza. Bu tərbiyəsizlər də bizlərdən uzaq olsunlar, amin. Bir sözlə. Bir də ara qarışdıranlar da bizdən uzaq olsunlar, lazım deyirlər. Bizə qüdrətli, yumruqlu Azərbaycanımız lazımdır. Yaşasın qüdrətli Azərbaycanımız. Allah var eləsin Azərbaycanımızı. Sağ olun.